Bir, bir dənə mənim müşahidə elədiyim bir şey var da, Sovetin vaxtında tikilmiş bu binalar, hansı ki köhnə tikiliyində deyirik biz. Onlarda bir xüsusiyyət var. Deməli, yataq otağı tərəfdən gün çıxır, qonaq otağı tərəfdə batır. Düzdür, indi belə şeylər çox nadir hallarda rast gəlinir. Hə. Amma yəni okey, onlar nəsə bilirdilər ki, belə tikmişdilər də bunları. Da yəni burada indi bir dənə situasiya yarandı. İndi seçəndə hətta mən bir ara maraqlanırdım. Deyirlər ki, bax gör hansı tərəfədir, hansı bina hansı tərəfə baxır. O tərəfə baxırsa alma, bu tərəfə baxırsa alma. Belə bir ümumiyyətlə anlayış var. Siz ümumiyyətlə yeni tikiliyə baxanda deyə bilirsiniz, məsələn, buradan almağa dəyər, buradan almağa dəyməz. Binanın özünün tikintisində pəncərələridir, onların cəhətlərə baxan tərəfləri var da. Şimal tərəfə baxan, cənub tərəfə baxan. Bu bölgüləndirmə var ki, hansı ki, şimal tərəfə baxan tərəfə daha çox radiator qoyulur, daha çox isitmə sistemi qoyulur. Pəncərənin özünün həcminə görə, onun əslində belə deyim də sizə, işıqlandırma sayı hesablanmalıdır. Pəncərənin ümumi hündürlüyü, yerdən hündürlüyü, pəncərənin bir divarda tutduğu həcm və ədədi ümumiyyətlə evin işıqlandırmasına təsir edən amillərdən biridir. Amma onu kim hesablayır? Kim ona baxır? Kim nəzarət edir onu? Heç kəs demək olar ki, heç kəs onu nəzarət eləmir. Amma binanın ümumi, bəli, şimal tərəfə, cənub tərəfə baxmağı insanların xəstəliklərinin yaranmasına səbəb olan amillərdən biridir. Məsələn, bəli, hansı tərəfdəki şimal tərəfə düşür, orada məsələn xəstəliyi olan bu sümük ağrılarına, revmatizma xəstəliyindən əziyyət çəkən adamların orada çox vaxt keçirməsinə qarşısı alınmalıdır və yaxud da ki, yer istiqaməti dəyişdirilməlidir. Baxırsan ki, deyir ki, bir ev aldım, amma mənə düşmədi, ağrılarım artdı. Amma o ağrıların əslində artma səbəbinin elmi cəhətdən sübutu budur. Düşər düşməməzlik deyil. Düzgünlük nəzərə alınmır da burada. Təbii ki, əlbəttə. O yataq otağı hansı tərəfə baxılmalıdır, salınmalıdır. Qonaq otağı hansı tərəfə salınmalıdır. Bunların hamısının bölgüsü var. Bunun hamısının standartı var. Bu da elə belə standartlar deyil. Biz istədiyimiz şəkildə hara istəyirik ora sala bilmərik.